Salam dəyərli izləyicilər, bugünkü izahımız olacaq Azərbaycan torpaqlarının azad edilməsi. Mövzuya keçməmişdən əvvəl bilək ki, 18-ci əsrdə Azərbaycana hansı xarici təhlükə olur? Məsələn, Rusların hücumu olur, ondan danışa bilərik, Pyotrun yürüşləri və yaxud da deyə bilərik ki, Osmanlının yürüşləri olur. Və onu da qeyd edeyim ki, Pyotr Azərbaycana yürüşləri nə vaxt olur? Keçən mövzumuzda keçmişdik. Pyotrun yürüşləri deməli nə vaxt olmuşdu? Pyotr 1722-ci ildə gəlir Azərbaycana yürüş eləyir və Dərbəndi tutacaq 22-ci ildə, sonra 1723-cü ildə Bakı tutulur, 1723-cü ildə həmçinin Salyan ərazisi tutulur, 1722-ci ildə Rəşd ərazisi tutulur, yəni bu kimi ərazilər tutuldu. Və həmin vaxtda, yəni 20-ci illərdə Rusiya ilə bərabər Azərbaycana kimlər də hücum eləyir? Azərbaycana yürüş edir Osmanlılar. Osmanlılar da Azərbaycana yürüş elədi. Neçənci ildə? 1724-də də yürüş eləyirlər, 25-də də yürüş eləyirlər. Və 24-cü ildə Osmanlının tutduğu ərazilər hansılardır? Naxçıvandır, İrəvandır, Makudur, Mərənddir, Xoydur. Bu kimi ərazilər tutdu. 25-ci ildə də Osmanlı ərazi tutur. Bəs hansı ərazilərdir bu? Təbrizdir, Ərdəbildir, Gəncədir. Bu üç ərazini tutdu. Deməli, 20-ci illər xarici işğal nəticəsində Azərbaycanın Xəzəryanı əraziləri Rusiya tərəfindən tutulur. Azərbaycanın qərb əraziləri Osmanlı tərəfindən tutuldu və Xorasan da kimlər tərəfindən tutulmuşdu? Xorasan da Şeybanilər tərəfindən tutulmuşdu. Və belə bir çətin dövrdə, yəni ölkənin də belə deyək ki, varlığı, siyasi vəziyyəti bir təhlükə altına düşürdü və belə bir vəziyyətdə Şah II Təhmasib. Sual, 2-ci Təhmasib nə vaxt hakimiyyətə gəlmişdi? 1722-də gəldi və 1732-yə qədər hakimiyyətdə oldu. Bu Təhmasib nə edəcək? Təhmasib qoşun başçısı olaraq kimi seçir vəzifəyə? Nadir xan Əfşarı vəzifəyə təyin edir. Neçənci ildə? 1726-cı ildə. Biz daha doğrusu Şah Abbasın hakimiyyəti dövrü, onun islahatlarını keçirən demişdik ki, Abbasın dövründə Əfşar tayfasını Xorasan sərhədlərinə köçürür. Niyə? Özbəklərin hücumunun qarşısını almaq üçün. Həmin bu Nadir xan da həmin o Əfşar tayfasından idi. Və Nadiri də nə vaxt qoşun başçısı təyin eləyir 2-ci Təhmasib 1726-cı ildə. Və bundan sonra da bu Nadir də başlayacaq nəyə? Azərbaycan torpaqlarını azad etmək uğrunda mübarizə aparacaq. İndi Osmanlı mübarizəsindən danışarıq, sonra Rusiya ilə mübarizəsindən danışarıq. Deməli, başlayaq. Dedik ki, nədən danışırıq? Osmanlılar tərəfindən tutulmuş torpaqların azad edilməsindən danışaq. 1730-cu ildən etibarən Təhmasib başlayır Azərbaycan torpaqlarını, hansı ki Osmanlı bayaq dedim ki 1724-25-ci ildə tutmuşdu və bu ərazidə Osmanlı öz idarəçiliyini, yəni vilayətdir, sonra sancaqlıqdır, mahaldır, nahiyədir, yəni bu inzibati vahidlərə bölünmüşdü. Həmçinin burada da bir sıra sahədə islahatlar keçirmişdi. Və Nadir də başlayacaq Osmanlılara qarşı hərbi əməliyyatlara. Neçənci ildə? 1730-cu ildə. Bəs hansı ərazilər azad eləyir? Həmədandır, Kirmənşahdır, sonra Təbrizdir, Ərdəbildir. Hansı ki Təbrizi nə vaxt tutulmuşdu Osmanlılar? 25-də, 1725. Bəs Ərdəbil nə vaxt tutulmuşdu? O da 1725-də. Həmçinin 25-də Gəncədə işğal olmuşdu Osmanlı tərəfindən. Yaxşı, bu dedik ki, 30-cu ildə hərbi əməliyyatlara başladı. Ard-arda bir sıra uğurlar əldə elədi. Həmədanı tutdu, azad elədi Osmanlıdan, Kirmanşahdır, nə bilim Təbrizdir. Hətta heç bir itki vermədən Ərdəbili də azad edir. Amma hərbi əməliyyatlarını davam etdirə bilmir. Niyə? Çünki qiyam baş verəcək. Harda? Xorasanda qiyam baş verir və məcbur olur, gedir o qiyamı yatırmağa. Xorasanda baş verdi, Şah hökumətinə qarşı, Səfəvi xanədanına qarşı üsyan baş verir və məcbur olur, gedir o üsyanı, yəni Xorasandakı üsyanı yatırmağa. Bu belə. O getdi üsyanı yatırmağa. Və bu dövrdə 2-ci Təhmasib də fikirləşir ki, necə etsin, nüfuzunu artırsın. Çünki, bax, bayaq qeyd elədim ki, Həmədandır, Kirmanşahdır, Təbrizdir, Ərdəbildir, bu kimi ərazilər azad olundu və təbii ki, kimin nüfuzu artır xalq arasında? Nadir xanın nüfuzu artır. Bundan da kim narahat olur? Təbii ki,
ikinci Təhmasib. Ona görə nə edəcək? Dayandırılmış o hərbi əməliyyatlar var idi. Hansı ki dedik, Nadir getdi Xorasanı, hərbi əməliyyatları dayandırdı. Əksinə Təhmasib nə edəcək? 1731-ci ildə yenidən Osmanlı ilə müharibə aparacaq. Uğurlu mu olur? Xeyr, uğurlu olmayacaq. Uğursuz olur. İndi danışaq. 31-ci ildə döyüşlər var. Yəni Naxçıvan, İrəvan yaxınlığında döyüşdü və burada təbii ki yenə də Təhmasib məğlub oldu. Hətta Təhmasib, bayaq qeyd elədim ki, Nadirin azad etdiyi ərazilər vardı. Həmədandır, Kirmanşahdır, yəni Təbrizdir. Bu əraziləri Nadir onsuz da azad eləmişdi 30-cu ildə. Amma bu ikinci Təhmasib İrəvan və Həmədan yaxınlığı döyüşdə Kirmanşahdır, Həmədandır, Urmiyadır, Təbrizdir. Bu kimi əraziləri itirdi. Deməli, neçənci il oldu? 1700 bir dəqiqə ekranı təmizləyim. 1731-ci il harada baş verən döyüş nəticəsində İrəvan və Həmədan yaxınlığında döyüş. Buradan danışdığını keçək. Keçə bilsəm keçərəm. Digər slayda. Yaxşı, bir dəqiqə. Bunlar da haradır? Buradır. Danışaq nədən? Və gördü ki, Təhmasib çətin bir vəziyyətdədir və ərazilər də itirdi. Bayaq dedim Kirmanşahdır, Həmədandır, Təbrizdir. Bu kimi ərazilər itirdi və məcbur qaldı. Neynədi? Osmanlı xanədanı ilə sülh bağlayacaq. Bu sülh necə adlanır? Kirmanşah sülhü. Nə vaxt oldu? 1732-ci ildə oldu. Kimlər arasında oldu? İndi deyək ki, Osmanlı və 2-ci Təhmasib arasında oldu. Bu müqavilənin şərtində hansı çay sərhəd olmalıdır? Araz çayı sərhəd olmalıdır. Kür yox ha, Araz çayı sərhəddir. Və müqavilənin şərtində göstərilir ki, Araz çayının şimaldakı ərazilər kimə verilir? Osmanlıya verildi. Deməli, Araz çayı sərhəddir və Arazdan şimaldakı ərazilər, hansı ki, məsələn, ora daxildir, Şamaxıdır, İrəvandır, Gəncədir. Yəni, bu kimi ərazilər kimə verildi? Osmanlıya verildi. Araz çayı da sərhəd oldu. Yaxşı, sonra bir də nə deyə bilərik? Sonra deyə bilərik, bir dəqiqə. Deməli, Kirmanşah nə vaxt oldu? 1732. Hansı çay sərhəd oldu? Araz çayı. Və Arazdan şimaldakı torpaqlar, yəni İrəvan, Gəncə, nə bilim, Tiflis, Dağıstan kimə keçir? Osmanlıya keçdi. İndi keçək biraz aşağı hissələrdən danışaq, heç danışmadığımız yerlərdən. Bir dəqiqə. İndi danışaq nədir? Rəşd müqaviləsi. Bayaq dedim ki, Kirmanşah 1732-dədir. Rəşd müqaviləsi də, bəli, 1732-ci ildədir. Burada amma fərq var. Orada göstərilir ki, Arazdan şimaldakı ərazilər Osmanlıya keçir. Araz çayı sərhəd olub. Burada isə Kür çayı ilə cənubdakı ərazilər, yəni Xəzəryanı ərazilər kimə keçir? Səfəvilərə keçdi. Hansı ki, Rusiya bunu tutmuşdu da, bayaq da qeyd elədim. Kürdən cənubdakı ərazilər dedik Səfəvilərə keçdi və başqa nə deyə bilərik? Yəni, Səfəvilər söz verir nəyə? Səfəvilər söz verir ki, Rusiyanın əbədi dostu olacaq, bir. Sonra söz verir ki, həmin o geri qaytarılmış ərazilər var idi. Bayaq dedim, Kürdən cənubdakı Xəzəryanı ərazilər. Səfəvilər söz verir ki, Osmanlı bu əraziyə buraxmayacaq və 3. Rus tacirlərinə gömrüsüz ticarət etmək hüququ verildi. Deməli, Rəşd müqaviləsi nə vaxt oldu? 1732. Müqavilənin şərti nə idi? Göstərilir ki, Rusiya hansı əraziləri Səfəvlərə qaytarır? Kürdən cənubdakı Xəzəryanı əraziləri qaytardı. Sonra nə deyə bilərik? Səfəvilər də öhdəlik götürdü. Nəyi? Öhdəlik götürdü ki, o qaytarılmış ərazi var idi, hansı ki, Kürdən cənubdakı o əraziyə Osmanlı buraxmayacaq, Rusiya ilə əbədi dost olacaq və Rus tacirlərinə də müəyyən güzəştlər olacaqdır. Yəni, gömrüsüz ticarət hüququ verəcək. Yəni, Ruslar heç bir mane görmədən Hindistana rahat gedəcəklər. Yəni, gömrüsüz Səfəvi ərazisindən gedəcəklər. Burasını izah elədik. Bu qədər buradan keçək digər hissəyə. Bir dəqiqə. Bayaq dedim ki, Nadir getmişdi hara? Xorasanda Şah hökumətinə qarşı, yəni 2-ci Təhmasibə qarşı qiyam baş verir. Gedir onu yatırmağa. Sonra yatırır və qayıdır da, yəni Xorasandan qayıdır hara? Paytaxt İsfahana qayıdır və görür ki, Təhmasib ondan xəbərsiz Osmanlıla müharibə aparıb, hətta müharibə aparmağa azmış kimi məğlub da olub, hətta onun azad elədiyi əraziləri itirib. Ona görə də Nadir xan buna əsəbləşir və toplantı keçirir və nəticəsində 2-ci Təhmasibi hakimiyyətdən devirir və onun az yaşlı oğlu olan 3-cü Abbası
hakimiyyətə gətirir. 1732-dən ta ki 36-cı ilə qədər 3-cü Abbasın hakimiyyət ilidir. Və o kiçik olduğuna görə təbii ki, dövləti idarə edə bilməz və onun, yəni 3-cü Abbasın naibi vəkili elan edir özünü və onun adından hakimiyyəti idarə edir. Və demək olar ki, 3-cü Abbas, yəni faktiki olaraq hakimiyyətdə olsa da, bütün səlahiyyət kimin əlindədir? Təbii ki, Nadirin əlindədir. Və Nadir daha, yəni bütün necə deyim, işləri əlinə alandan sonra həmin o Kirmanşah müqaviləsi vardı. Bayaq dedim, Təhmasib imzalamışdı. Onu tanımır. Yəni onu tanımır və Osmanlıdan tələb eləyir ki, tutulmuş əraziləri geri qaytar. Aydındır? Deməli və başlayacaq Osmanlıya qarşı hərbi əməliyyatlara, hansı ki, bayaq dedim ki, 31-ci ildə ərazilər itirilmişdir. Məsələn, Həmədandır, Kirmanşahdır, sonra Təbrizdir. O əraziləri başlayır azad eləməyə. 1732-ci ildən artıq döyüşlərə, hərbi əməliyyatlara başlayır və bir sıra təbii ki, uğurları da olur. Hansı ərazilər azad olunur? Həmədan da azad olundu, Kirmanşah da azad olundu. Və nəhayət gəldik, çıxdıq Bağdad döyüşü. 1733-cü ildə Bağdad döyüşü oldu və onu da qeyd edeyim ki, Osmanlı arasında olmur. Bağdad hakimi ilə imzalayır. Yəni Əhməd Paşa ilə bu Bağdad sülhünü imzaladı. Bəs bu sülhün şərtində sual verə bilərsiniz ki, nə göstərilir? Göstərilir ki, Osmanlı hansı ki son 10 ildə ərazilər tutmuşdu, onu qaytarmalıdır. Bunu Bağdad hakimi ilə imzaladı 1733-cü ildə. Bəs sual, Osmanlı sultanı bu sülhü, yəni Bağdad sülhünü qəbul edirmi? Xeyr. Osmanlı sultanı bunu qəbul eləmir. Deməli, bir də təkrar edək. Dedik ki, qiyamı yatırandan sonra Nadir xan gəlir İsfahana və görür ki, ərazilər itirilib, Təhmasib uğursuz müharibə aparıb. Ona görə Təhmasibi hakimiyyətdən devirir. Və onun yerinə hakimiyyətə kimi gətirəcək? Onun çox az yaş deməyək də, yəni 8 aylıq oğlunu, heç 1 yaşda yoxdur, hakimiyyətə gətirir. Onun adına, yəni onun naibi, vəkili kimi dövləti idarə edir. Yəni bütün hakimiyyəti əlinə alır və başlayır Osmanlı müharibə aparma. 32-də aparır. Həmədandır, Kirmanşahdır, azad olundu bu ərazilər. Bağdad hakimi ilə də sülh bağladı. 10 ildə tutulmuş ərazilər geri qaytarılmalıdır. Amma bayaq dedim ki, Osmanlı sultanı bu müqaviləni tanımır. İndi keçək ardına. Tanımadı Osmanlı sultanı. Sonra bayaq qeyd elədim ki, burada bir dəqiqə. Bayaq burada qeyd elədim ki, 32-ci ildə baxın bura Həmədan, Kirmanşah azad olunur. Yəni təbii ki, bu ərazilər cənubda olan ərazilərdir. Ondan sonra cənubu təmizlədikdən sonra, Osmanlıdan azad etdikdən sonra başlayır hara? Şimala yönəlir və bilirik ki, 1724-cü ildə İstanbul müqaviləsi imzalanır. Neçənci ildədir? 1700 yaza bilsəm yazacağam. 1724-də hansı müqavilə imzalanır? İstanbul müqaviləsinə nə göstərilir? Göstərilir ki, Şirvan Osmanlının hakimiyyətinin altında yarı müstəqil xanlıqdır və Osmanlılar Şirvanda qoşun saxlaya bilməz və Osmanlı Ərdəbilə də girə bilməz. Yəni 1724-cü il İstanbul sülhündən etibarən Şirvan yarı müstəqil xanlıqdır. Aydındır. Hacı Davud da onun başçısıdır. Sonradan da Surxay xan olacaq vəzifədə. Və 1734-cü ildə Nadir gəlir, Şamaxını azad edir. Neçənci ildə Zaretqamda bitir. Yox, tez izah eləyim. 1734-cü ildə Nadir gəlir, Şamaxını azad edir və Şamaxıda Surxay xan hakimiyyətini son qoydu və şəhərdə dağılması haqqında qərar verir. Bu belə. Surxay xanı təbii ki, qaçıb gedəcəkdə, yəni mübarizə apara bilmir. Buradan danışdıq. İndi keçək aşağılara. Dedik ki, Şamaxı azad olundu 1734-cü ildə. Şamaxıdan sonra hara azad olunacaq? Gəncə ərazisi azad olunacaq. Və onu da qeyd edeyim ki, testdə düşür xəritə sualı kimi ki, Osmanlının Azərbaycanda yəni əsas dayaq nöqtəsi hara oldu? Gəncə. Gəncə nə vaxt azad olundu? Yəni 34-cü ildədir, Şamaxıdır, sonra Gəncə azad olundu. İndi Gəncə müqaviləsindən danışaq. Gəncə müqaviləsi nə vaxt olur? 1735-də oldu. Rusiya və Səfəvilər arasında imzalanmış bir müqavilədir. Bu müqavilənin şərtində nə göstərilir? Yenə də Rus tacirlərinə müəyyən, yəni gömrüksüz ticarət etmək, yəni sərbəst ticarət etmək hüququ verildi. Sonra bayaq dedim ki, Rəş müqaviləsində Kürdən cənubdakı ərazilər Səfəvilərə qaytarıldı. Bu müqavilədə isə Rusiya tamamilə
Xəzəryani əraziləri azad etdi. Deməli, biraz sərgəli yazım. Deməli, 1735-də dedik müqavilə oldu, Gəncə müqaviləsi. Burada göstərilir ki, Rusiya Xəzəryani vilayətləri tamamilə azad elədi. Aydındır? Və Rus tacirlərinə gömrüsü ticarət etmə hüququ verildi. Sərbəstliklə Rus tacirləri Səfəvlərin ərazisində və başqa nə deyə bilərik? Terikdən cənubdakı hansı ki Xəzəryani ərazilər var, bu Səfəvlərə qaytarılacaq. Yəni bu saydığımız Gəncə müqaviləsi Ruslar üzərində Nadir xanın əldə etdiyi bir növbəti uğur oldu. Keçək ardına. Dedik, Nadir Ruslarla münasibəti həll elədi. 35-də Rusları tamamilə Xəzəryan torpaqlardan qovdu və bayaq burada sol tərəfdə qeyd elədim ki, 33-cü ildə Bağdad ətrafında döyüşmüşdü. Bağdad hakimi ilə müqavilə imzalamışdı Bağdad sülhünə. Son 10 ildə itirilmiş ərazi geri qaytarılmalıdır. Yəni bu ərazilər hələ də Osmanlıdadır. Tələb eləyir, Osmanlı sultanı isə əksinə müqaviləni tanımır. Ona görə də Nadir nə edəcək? Başlayacaq Osmanlıya qarşı yenidən hərbi əməliyyatlara və neçənci ildə başlayır? 1735-də. 35-də hərbi əməliyyatları yenidən başladı. Harda başladı? İrəvan yaxınlığında. Yəni 3 mərcində döyüş olur Osmanlı ilə və nəticəsi nə olur? Nəticəsi Nadir tam qələbə qazanır Osmanlı üzərində. Və nə deyə bilərik başqa? Yəni 1735-ci ildə həm Azərbaycan sərhədləri bərpa olur, həm Ruslar azad olunur, Ruslardan azad olunur Xəzəryan ərazilər, həmçinin də 1735-ci ilin sonunda nəhayət ki, Nadir xan, yəni Osmanlılar da buradan tamamilə Cənubi Qafqazdan çıxarır və Səfəvlərin sərhəddini bərpa edir. Deməli, nə vaxt oldu döyüş? 1735-də. Harda oldu? İrəvan yaxınlığında, yəni 3 mərcin, 3 kilsədə deyə bilərik. 35-ci ilin sonunda isə nəhayət ki, Səfəvlərin ərazisi bərpa olundu. Görək, qaldı mı nəsə? Yox, bitdi. Mövzumuz bitdi. Nadir Şah Əfşar mövzusunu da görək, indi izah eləyim. Yox, telefonum sönəcək. Bunu digər izahda izah eləyərəm.